Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Qəlblərin pak olması. Ayşədən rəvayət olunan hədis, Allah ondan razı olsun, o belə buyurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyərdi. Allahım sənə sığınıram cəhənnəmin fitnəsindən, cəhənnəmin əzabından, qəbir fitnəsindən, qəbir əzabından və zənginliyin fitnəsindən və kasıblığın fitnəsindən. Allahım sənə sığınıram Məsih Dəccəlin fitnəsinin şərrindən. Allahım qəlbimi yu qarla, doluyla və qəlbimi təmizlə xətalardan, necə ki ağ paltarı kirdən təmizlədiyin kimi. Mənlə xətalarımın arasını uzaqlaşdır, necə ki məşriqlə məğribin arasını uzaqlaşdırdığın kimi. Allahım sənə sığınıram tənbəllikdən və günaha düşürən şeylərdən və ödənilməsi çətin olan borcdan. Abdullah İbni Əbi Əvfə, Allah ondan razı olsun, ondan rəvayət olan hədisdə Rasulullah sallallahu aleyhi ve sellem belə dua edərdi və deyərdi ki, Allahım məni təmizlə qarla, doluyla və sərin su ilə. Allahım qəlbimi təmizlə xətalardan, necə ki ağ paltarı kirdən təmizlədiyin kimi. Mənlə günahlarımın arasını uzaqlaşdır, necə ki məşriqlə məğribin arasını uzaqlaşdırdığın kimi. Əbu Hüreyrədən gələn hədisdə o belə buyurdu, Rasulullah s.a.v. namaza təkbir aldığı zaman, yəni namaza giriş təkbiri, yəni ihram təkbiri aldığı zaman, təkbir olandan sonra, yəni Fatihəni oxuyana qədər bu arada qısa müddət susardı. Dedim ki, ya Rasulullah, anam, atam sənə fəda olsun. Mənə təkbir ilə o qiraət, yəni Fatihəni oxumaq arasında olan susmağını xəbər ver, nə deyirsən? Dedi ki, belə deyirəm, Allahım, mənlə xətalarımın arasını uzaqlaşdır, necə ki, məşriqlə məğribin arasını uzaqlaşdırdığın kimi. Allahım, məni xətalarımdan tərtəmiz et, necə ki, ağ paltarı kirdən təmizlədiyin kimi. Allahım, xətalarımı yu, qar ilə, su ilə və dolu ilə. Bu dualar Peyğəmbərdən sallallahu aleyhi və səlləm yəni gələn, yəni əzəmətli dualardır. Hansı ki namazın içərisində və namazın xaricində olan dualardır. Orada təkrar olunan şeylər Allahdan, yəni qəlblərin tərtəmiz olunması, yəni təmizlənməsinin istənilməsidir. Yəni xətalardan nə ilə təmizlənməsi, yəni su ilə, qar ilə və dolu ilə. Və bu da ona dəlalət edir ki, yəni qəlblərin təmiz olması ilə maraqlanmaq, tam olaraq qəlblərin təmizləməsi ilə maraqlanmaq, yəni böyük bir işdir, yəni o ilə maraqlanmaq lazımdır. Necə ki, yəni ağ paltar kirdən təmizləndiyi kimi. İbnül Qayyim, Allah ona rəhmət eləsin, buyurur ki, mən Şeyxülislam İbn Teymiyyədən, yəni özünün şeyxindən deyir ki, soruşdum, Peyğəmbərin duasının mənasını soruşdum. O dua ki, Allahım məni təmizlə xətalardan, xətalarımdan, yəni su ilə, qar ilə və dolu ilə. Yəni deyir ki, soruşdum ki, yəni bu şeylər, yəni xətaları necə yuyur? Yəni onların xüsusi olaraq vurğulanmasının faydası nədir? Və başqa rəvayətdə də gəlir ki, Peyğəmbərimiz buyurub ki, yəni sərin su ilə. Amma dedim ki, yəni isti su daha yaxşı təmizləyir. Mənə cavab verdi ki, dedi ki, qəlblərə, yəni günahlar, xətalar elədir ki, qəlbə, yəni hərarət, qızğınlıq, yəni nəcasət və zəiflik verir. Və beləcə qəlbin gücü zəifləyir və orada şəhvət alovlanır, hərəkətə gəlir və oranı yəni pisləyir, pis edir oranı, nəcis edir. Və günahlar da elədir ki, yəni onların qəlbdəki yeri elə bil ki, bir odun kimidir.
odun kimidir, oranı alovlandırır. Buna görə də hər dəfə günahlar çoxalanda, xətalar çoxalanda qəlbdə, yəni qəlbin alovu və oranın zəifləməsi şiddətlənir. Və su da elədir ki, o pisliyi yuyur və orada olan alovu söndürür. Və o su da əgər sərin olarsa, bədənə, yəni bədənə möhkəmlik və güc verir. Və o ilə yanaşı əgər qar olarsa, dolu olarsa, yəni oranı sərinlətmək daha da güclü olur. Və beləcə, yəni bədənin möhkəmliyi daha da şiddətli olur. Və beləcə günahların yəni oradan itirilməsi yəni bu ilə daha yaxşı olur. Allah Teala öz qullarını yəni çağırır ki, qəlblərini yəni orada olan xəstəliklərdən təmizləsinlər, tərtəmiz etsinlər. Niyə? Çünki qəlb yəni pak olsun, təmiz olsun deyə. Və Quran və sünnədə yəni qəlblərin təmizlənməsinə yəni mühüm yer verib, yəni onun mühüm bir şey olmasına dəlalət edir, göstərir. Çünki Allah Teala öz kitabında buyurur ki, öz kitabında Allah Teala buyurur ki, Ya eyyuhel muddessir qum feendir ve rabbeke fekebbir ve thiyabeke fetahhir. Ey paltarına bürünen, yani Peygamberimiz sallallahu aleyhi ve sellem Allah Teala buyurur ki, ey paltarına bürünen, dur, yani insanları haberdar et, Rabbini uca tut ve paltarını temizle. Yani İbn-i Qayyim rahimehullah deyir ki, bütün təfsir alimləri buradakı bu paltar sözündən məqsəd deyiblər ki, yəni qəlbdir. Və orada yəni təmizləmək də nədir? Yəni əməllərin və əxlaqın islah olunması, düzəlməsi. Allah Teala öz kitabında buyurub ki, "Ulaikellezine lem yuridillahu en yutahhira qulubahum lahum fid-dunya khizyun ve lahum fil-ahireti azabun azim." Onlar o kimsələrdir ki, Allah onların qəlblərini təmizləməyi istəmədi. Yəni onlar üçün dünyada rəzillik və axirətdə isə böyük əzab vardır. Yəni Allah Teala nəyə görə onların qəlblərini yumağı, yəni təmizləməyi istəmədi? Çünki onların özlərinin, yəni günahlara onlarda meyl var idi. Onlarda günahlara qarşı meyl olduğuna görə də Allah Teala yəni onların qəlblərini yumaq istəmədi. Və Allah ona rəhmət eləsin və buyurur ki, yəni ayə dəlalət edir ki, həqiqətən qəlblərin pak olması, təmizlənməsi Allah Teala'nın istəməyinə görədir. Yəni həqiqətən də əgər qullarda günahlara qarşı meyl olmasa, Allaha itaətə qarşı meyl olarsa, o tərəfə yönəlirlərsə, Allah Teala da onların qəlblərini, Allahın da istəyi olar ki, onların qəlblərini təmizləmək üçün Allahın istəyi olar. Və ayədən görünən odur ki, Allah Teala yəni onların qəlblərini, yəni batil danışanların, haqqı təhrif edənlərin qəlblərini Allah Teala təmizləmək istəmədiyi üçün onların qəlblərinə olan təmizlik də hasil, qəlblərinin təmizlənməsi də hasil olmadı. Və həmçinin ayə onu göstərir ki, Allah kimin qəlbini təmizləmək istəməzsə, mütləq ona labüddür ki, dünyada ona rəzillik baş versin və axirətdə də əzaba düçar olsun. Bu da nəyə görədir? O da onun qəlbində olan o pisliyə, nəcasətə görədir. Yəni nə qədərdirsə bir o qədər. Ona görə Allah Teala cənnəti, yəni qəlbində nəcasət və pislik olana Allah Teala yəni haram etmişdir. Yəni nə bax, o yalnız pak olduq, qəlbi pak olduqdan, təmizləndikdən sonra cənnətə girə bilər. Çünki cənnət elə yerdir ki, cənnət pak, təmiz olanların yeridir. Ona görə Allah Teala deyir ki, "Tıbtum fədxuluha xalidin." Yəni pak oldunuz, təmiz oldunuz və ona görə də ora cənnətə, yəni əbədi olaraq girin. Belə bundan görünür ki, quldan tələb olunan şey odur ki, qəlbinin islah olunmasına baxsın və onun tərtəmiz olması ilə maraqlansın və əgər istənilən quldan tələb olunan, istənilən şey əgər budursa ki, qəlbində olan xəstəlikləri oradan təmizləsin, oranı islah eləsin. Ona görə də ona lazımdır ki, gərək yəni o xəstəliyin nə olduğunu bilsin, xəstəliyin həqiqətini bilsin. Yəni nəyə görə xəstələnir qəlb, nə ilə xəstələnir,
orada olan xəstəliklərin növləri nələrdir və bu şeyləri də biləndə o qəlbini, yəni islah olunmasına, qəlbinin düzəlməsinə bu şeylər yardım edir ona. Əgər bunları biləndə bu səbəbləri bilir və beləcə qəlbini düzəltmək, qəlbini yəni islah etmək onun üçün asan olur. Yəni ona yardım edir. Və bu mövzuda da İbnül Qayyim, Allah ona rəhmət eləsin, onun kitabı var, İğadatul Ləhfən. İğadatul Ləhfən min Məsaidi Şeytan adlı kitabı və orada bu mövzu haqqında yəni geniş təfsilatlı şəkildə yəni danışılıb. Allah Teala öz kitabında buyurur ki: "Ya eyyuhan-nasu qad ca'atkum mev'izatun min rabbikum ve şifaa'un lima fi's-sudur ve hudan ve rahmetun lil-mu'minin." Ey insanlar, sizə artıq Rəbbiniz tərəfindən öyüd nəsihət gəldi və sinələrdə olana, yəni qəlblərdə olana şəfa və hidayət və rəhmət olaraq möminlərə. Ey insanlar, sizə Rəbbiniz tərəfindən öyüd nəsihət gəldi və iman gətirənlərə isə, yəni iman gətirənlərə onların qəlblərində, yəni o sinələrində olan, qəlblərdə olanlar üçün, yəni qəlblər üçün, yəni şəfa, hidayət və rəhmət. Allahın kəlmələri də, Allahın kəlamları da, yəni qəlblərə şəfadır. Yəni orada olan cəhalət və yəni həddi aşmaq, bu kimi xəstəliklərə, yəni orada olan xəstəliklərə şəfadır. Cəhalət bir xəstəlikdir və onun şəfası da elm və hidayətdir. Həddi aşmaq da bir xəstəlikdir və onun şəfası da doğru yol. Allah Teala öz Peyğəmbərini bu iki xəstəlikdən, yəni təmizləyərək buyurur ki: وَالنَّجْمِ إِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى. Yəni, مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى, yəni sizin yoldaşınız nə azmadı, nə də ki, həddi aşmadı. Allahın Rəsulu da öz raşidi xəlifələrini bu iki şeyin əksi ilə, yəni vəsf eləyib və buyurub ki, mənim sünnəmdən və raşidi hidayətlənmiş, məndən sonra yəni raşidi və hidayətlənmiş xəlifələrimin sünnəsindən yapışın. Yəni doğru yolda olanlar və hidayət üzərində olanlar. Allah Teala'nın kəlamı yəni ümumi insanlar üçün öyüd nəsihətdir və xüsusi olaraq da özünə iman gətirənlər üçün həm hidayətdir, həm də rəhmətdir. Və sinələrdə olan üçün də, qəlblər üçün də tam olaraq şəfadır. Kim onunla şəfa taparsa artıq təmizlənər xəstəliklərdən. Rahiməhullah buyurur ki, əgər bu şey bilindisə, onda yəni bilmək lazımdır ki, qəlbin möhtac olduğu şeylər var. Yəni onlardan, yəni odur ki, qəlb yəni özünün gücünü qoruyacaq bir şeyə ehtiyacı var qəlbin, o da imandır və itaətlərdir. Yəni itaətləri yerinə yetirmək. Və həmçinin qəlbin ehtiyacı var nəyə? Yəni ora əziyyət verən, ora zərər verən şeylərdən qorunmasına ehtiyacı var. O da nə ilə olur? O da günahlardan uzaq durmaqla və günahlardan və asiliklərdən uzaq durmaq və həmçinin yəni şəriətə müxalif olan şeylərdən uzaq durmaqla. Və həmçinin qəlbin ehtiyacı var, qəlbin boşalması nələrdən? Ora yəni oranı xarab edən bütün maddələrdən oranın boşalmasına qəlbin ehtiyacı var. O da səmimi tövbə ilə olur və həmçinin Allaha qarşı olan istiğfar, bağışlanma istəməklə olur. Və qəlb elədir ki, bəzən ona elə bir xəstəlik baş verir ki, görürsən, haqqı təsəvvür etməsini, orada olan haqqı təsəvvür etməsini korlayır qəlbdə olan. Və o haqqı istəməsini korlayır. Və deyir, haqqı haqq olaraq görmür. Və bəzən görür ki, ixlas üzərində olduğunu görür, amma ixlas üzərində deyil. Və yaxud o ixlası, yəni dərk eləməyi görürsən, orada naqislik olur o işdə. Və həmçinin orada ixlası istəməsi, görürsən, bu şeyində naqislik olur. Görürsən ki, haqq olan, faydalı olan şeyə qəzəblənir. Zərərli olan, batil olan şeyi görsən, sevir. Allah qorusun, yəni qəlb elə bir yerdir ki, insan gərək diqqətli olsun.
Bu qədər. Allah Teala qəlbimizi dinin üzərində sabit etsin, qəlbimizi qorusun, qəlbimizin təmizlənməsində bizə yardım etsin. Çünki yalnız Allahın yardımı ilədir qəlblərin təmizlənməsi. Allah bizi müvəffəq eləsin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də çox dua edərdi ki, Allahümmə ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et. Ey qəlbləri yönəldən, qəlbimi itayətin üzərində yönəlt. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Allahdan istəyib ki, həm qəlbinin dini üzərində həm sabit olması, həm də qəlbinin, yəni Allaha olan itaət üzərində olmasını istəyib. Həqiqətən qardaşlar, qəlb elə bir yerdir ki, qəlb tez çeviriləndir. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin vəsf etdiyi kimi qəlb elədir ki, yəni çöldə olan bir lələk kimidir. Külək onu külək əsəndə görəsən o yana bu yana tez-tez çevrilir. Ona görə Allah qəlbimizi qorusun. Yəni kimin ki qəlbi din üzərində, Quran, sünnə, sahabələrin getdiyi yol üzərində sabit qalıbsa, Allahı sonsuz şükürlər eləsin. Bu onun üçün böyük bir nemət olaraq yetər. Allah qorusun hər birimizin qəlbini. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ent, estağfiruka və etûbü ileyk.